Qarabağdan köçənlər İrəvanda deyil, bölgələrdə yerləşdirilir. Qərarı Paşinyanın verdiyi bildirilir. Səbəbinin isə Paşinyanın bu əhalinin ona qarşı paytaxtdakı çıxışlarda iştirak edəcəyindən qorxması göstərilir. Bundan belə köçən əhalinin üzərində təsirini saxlamaq üçün maddi yardım göstərməsi də diqqətdən qaçmayıb. Qarabağdan köçənlərin 75%-i müxtəlif bölgələrə yerləşdirilib. Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. Məlum olub ki, gedənlər İrəvana yerləşdirilmir. Ermənistan müxalifəti bu qərarın Paşinyan tərəfindən verildiyini iddia edir. Əsas isə o gətirilir ki, Baş nazir Azərbaycanda yaşamaq istəməyərək Ermənistana gedənlərin onun əleyhinə keçirilən aksiyalara qoşulacağından ehtiyat edir. Nəzərə alsaq ki, Ermənistanda hakimiyyət dəyişikliyi məhz Qarabağ erməniləri kartı ilə baş tutub, bu ssenarini təkrarlamaq istəyənlərin olduğu şübhəsizdir. Bir müddət hər bir halda Qarabağdan çıxan ermənilər özlərini yerbəyər eləməklə məşğul olacaq. Ancaq fərq etməz. Yəni rayonlarda yerləşdirilib, yoxsa Yerevanın ətrafında, yoxsa Yerevanın özündə. Təbii Qarabağ planı çalışacaq o insanları səfərbər etmək və öz axırıncı şans kimi Paşinyan hökumətinə qarşı istifadə etmək. Rasim Musabəyev hesab edir ki, Qarabağ ermənilərinin regionlarda yerləşdirilməsi təkcə Paşinyanın devrilməsinin qarşısını almaq istəyindən irəli gəlmir. Obyektiv səbəblər də var. Ne üçün qaçqınları Yerevana gətirmirlər? Onlar ki, ora Rusiyadan xeyli relakantlar gələndən sonra Yerevanda əslində boş mənzil tapmaq, icarəyə götürmək çətindir. İkincisi isə olduqca bahadır. Paşinyan çalışıb sərhəd rayonlarda vaxtilə əslində Azərbaycanlılar qoyub çıxdığı və boş qalan kəndlərdə onları yerləşdirmək. Ötən gün Nikol Paşinyan sosial şəbəkə hesabında Qarabağdan köçənlərin müəyyən qisminə 100 min dram məbləğində yardım göstərdiyini bildirib. Ermənistan baş nazirinin sözlərindən belə aydın olur ki, hökumət həm də Qarabağ planının əhali üzərində təsirini azaltmaq məqsədini güdür. Rüstəm Mikayılzadə, Polad Məmmədov, Səbinə Şükürova, İTV Xəbər.